Salam üzüm həvəskarları. Kanalıma xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə bir meynəyə 11 üzüm növünün calaqlarından danışmaq istərdim. Və videonun axırında meynənin özündən də bir-iki kəlmə demək istərdim. İndi isə gəlin keçəyin üzümlərin baxışına. Bax, bu gördüyünüz salxımlar bu ilin calağında əmələ gələn salxımlardır. Yəni calaqların hamısını aprelin əvvəlində vurmuşam. 11 növün calaqlarıdır. 11'i də tutub inkişaf eləyir müxtəlif şəkildə. Məni sözün yaxşı mənasında sarsıldan əsas 4 növ olub. Bakın siz gördüğünüz növ Çervona Kalina'nın salxımlarıdır. Bu yerinde calaq vurulub, daha doğrusu bu qolda, bir burada calaq vurulub, bir de o yerinde. Bak, bu yerinde vurulmuş calaqdan gedən zoğ, bax budur. Bax budur. Bu zoğdur. Mən indi tərpətdiyim zoğdur. Bak, gördüğünüz tərpənən salxımlarda hamısı bu zoğun üzərində olan salxımlardır. Bax, bu iri salxımlar birinci məhsuludur. Bunlar artıq ikinci məhsulundur. Bir bicində, bax bu bicində, üçüncü məhsulunu da qoyub. 3 dənə balaca salxımlar qoyub. Zoğ da uzanıb, təxminən hardasa bir 3 metrdən çox uzanırdı. Mən onu axırda budamalı oldum. Bax, bu yerində 4-cü məhsulun da salxımın qoyub. Baxın, budur. 4-cü məhsulun. Çervona Kalina qırmızı rəngdə olur. Yəni bunun yetişməsinə hələ xeyli vardı. İkinci növ məni yaxşı mənada sarsıldan növ budur, Malinovoy Ray. Yəni malinalı cənnət. 3 dənə salxım bir zoğda qoyub. Növbəti növ Bespodobny növüdür. Bespodobny növü, bax bu, indi siz gördüğünüz bax bu salxımlar, bax gövdə, salxımların gövdəsi bax budur. Bax, qırmızı ruçkanın ucluğu ilə göstərirəm, bax budur. Bundan 5 dənə qanad ayrılıb. 5 dənə qanad ayrılıb oradan. Sonra həmən zoğ davam edir. Bax, belə gedir. Burada bu uzanır, gəlir. Bax, bu yerindən ikinci məhsulu qoymağa başlayıb. Bax, bu biclərdə gördüyünüz balaca salxımlar, bunlar növbəti ikinci növün ikinci məhsuludur. Bax, bunlar növbəti məhsulun salxımlarıdır. Və nəticədə bax, burada gördüğünüz 5-ci məhsulun qonçalarıdır. Bax, bunlar 5-ci məhsulun qonçalarıdır. Yəni bu növ məhsullar bir növdür. Qanadlı salxımlardır. Bu ikinci, üçüncü məhsullar qanadsızdır, amma ilk məhsulu qanadlıdır. Növbəti növ parfüm növüdür. Baxın, siz gördüğünüz bu salxımlar 2 ədəd salxımdır. Bax, birinin gövdəsi budur, birinin də gövdəsi budur. Bu salxım əsas qolda qoyulub. Bax, bu salxım. Bax, bu yerindən. Salxım özü
qanadlı salxımdır. Yəni bax bu gördüyünüz salxım 3 qanaddan ibarətdir. Buradan yaxşı bilinir. 3 qanaddan ibarətdir. Bax bu salxımın gövdəsidir. Bax bu 1 qanad, 2 qanad, 3 qanad. Yanındakı salxım artıq bicdə qoyulmuş məhsuldur. Bu da 3 qanadlıdır. Hətta bax, hətta bu qanadın özünün də 3 qanadı vardı. Bax bunlardır. 3 qanadı. 3 qanad da bu tərəfindədir. Qanadlı salxım ona görə üstün sayılır ki, gilələr böyüdükcə biri-birini sıxmırlar, əzmirlər. Bu növün adı parfümdür. Yəni ətirli. Ətirli bir üzümdür. O dərəcədə ətirlidir ki, bu hələ kal ola-ola bu salxıma bax belə hüceyrilər daraşıb. Çəkilişi başlamaqdan əvvəl bunları gördüm. Başladım yığmağa. Bəziləri qaçdı, uçdu, uçub getdi. Bax 6 dənə belə bir büceyreyi tuta bilib bu qaba yerləşdirdim. Yəni bu üzüm növü o qədər ətirli olur ki, onu yalnız xırda gözlü tordan hazırlanmış torbalarda yetişdirmək olur. Torbalara keçilməsəz, büceyrilər bu üzümün axırına çıxacaqlar. Bunun məhsuldarlığından indi danışağım. Bax, deyək belə, bu birinci məhsuludur. Zor gedir, uzanır. Bax, biclərdə ikinci məhsulunu qoyub. Bax, bunlar ikinci məhsuludur. Getdikcə, zor uzandıqca biclər əmələ gəlir. Bax, üçüncü məhsulu. Bunlardır. Üçüncü məhsulu. Bu salxımlar dördüncü məhsuludur. Və bu zoğun uç tərəfində, bax burada gördüyünüz qonçalar qoyub 5-ci məhsulun qonçalarıdır. Yəni bu növlər o dərəcədə məhsuldar bir növlərdir ki, bir mövsümə 4-5 məhsul qoya bilir. İndi isə keçəyin meynənin özünə. Buna başqa növlər də calaq vurmuşam, onlar da tutublar. Bəzilərində balaca siqnalkalar vardı. Məsələn, yanı növüdür. Uzanıb, hardasa bir 4 metrədən çox qol uzanıb. Bax, budur. Sonra bu yerində düşes növüdür. ABŞ-nın seleksiyası olan kişmişdir. Bunlar da tutub, amma ki, salxımları hələ yoxdur. İndi keçəyin meynənin özünə. Bu meynənin dəqiq növünü mən bilmirəm. Bir neçə dostun arasında bu növü bir İbrahim adında bir nəfər paylaşıb. Allah ona rəhmət eləsin. 2 ildir ki, dünyasını dəyişib. Biz bu növə öz aramızda İbrahimi deyirik. Yəni İbrahim verdiyi üzüm növünəndir. Bu növün üstün cəhəti nədir? Əvvəla güclü kök sistemi vardı. Bu meynəyə bugün 2-3 vedrə su ver, 3-4 gündən sonra meynəni tanımaq olmur. Yəni meynənin kökləri o qədər güclüdür ki, o verilən suyu çəkir meynəyə, meynəni böyüdür, məhsulunu böyüdür. Yəni bu üstün bir cəhətlidir. Digər üstün cəhəti odur ki, mən bu meynə növünə neçə növün calağın vurmuşamsa, hamısını da qəbul edir. Bu hər meynədə olmur, hər növdə olmur. Amma bu meynə bütün növləri qəbul edir. Və nəhayət bunun belə bir üstünlüyü mənim xoşuma gəlir ki, bəzi növlərin, bax, məsələn, bespadobni növü. Bespadobni dilimizdə tərcümə eləyəndə tayı bərabəri olmayan deyilir. Gilələrini təxminən 50% uzadır.
Bliznes növünü mən bu İbrahimin müəlliməsinə vurmuşam. Bliznes növündə onun videosunu çəkib kanalımda qoymuşam. Maraqlansınız, axtarıb tapa bilərsiniz Bliznes növü. Bliznes növünün salxımını təxminən 40 santiyə kimi uzadıb. Yəni öz kökündə Bliznes o böyründə salxımlar vermir. Giləsini də uzadıb spiçka qutusu böyründə. O da öz kökündə elə bir nəticə olmur. Yəni calaq vurmağın məsələsi belədir ki, bəzi növlər onlara vurulan calaq növlərini daha da yaxşılaşdırır. Onlara daha gözəl görünüş verir, bir sözlə gözəl nəticə verir. Yəni calaq vuranda bunun hamısını nəzərə almaq lazımdır. Yəni calaqaltının texniki xassələrini bilmək lazımdır. Hələlik bu qədər. İndi üzümlər yetişdikcə inşallah daha yeni videolarını çəkib sizə nümayiş edə bilərəm, sizinlə paylaşa bilərəm. Bu parfüm növü ilə Çerbona Kalina növlərin də artımını bu qədər görüb, zoğların, budaqların artımını bu qədər görüb, ümidvaram ki, yazda kim istəsə tinlərlə ondan paylaşa bilərəm. Hələlik bu qədər.